Vaşinqton və Tehran arasında atəşkəslə bağlı razılaşma 2-3 gün ərzində əldə oluna bilər. Bu barədə ABŞ prezidenti Donald Trump jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə tərəflərin mövqeləri arasında ciddi fikir ayrılığı yoxdur. Eyni zamanda Ağ Ev rəhbəri diqqətə çatdırıb ki, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bunun fonunda da İsrail və İran ən azı bir həftə ərzində bir-birlərinə zərbələr endirməyəcəklər. Paralel olaraq İsrail baş naziri Benyamin Netanyahu ictimaiyyətə müraciətində qeyd edib ki, İsrailin İrana hücumları hələlik təxirə salınıb. Trump və Netanyahunun açıqlamaları fonunda diqqət çəkən məqam isə Axios portalının məsələ ilə bağlı iddiasıdır. Nəşrin verdiyi məlumata görə Trump Netanyahuya bildirib ki, İranla münasibətlərin gərginləşməsi halında Tel Aviv dəstəksiz qala bilər. Yaxın Şərqdə müharibə başlayandan bəri Tehrana qarşı güzəştə getməyən Vaşinqtonun indiki məqamda kompromisə getməsi isə mövcud vəziyyət nəzərə alınanda başa düşüləndir. Məsələyə ilk olaraq Trumpın, daha doğrusu Respublikaçılar Partiyasının idarə etmə üsulundan baxdıqda aydın olur ki, sözü gedən partiyanın nümayəndələri hər hansı münaqişəni və problemi uzun müddətli uzatmaqda maraqlı deyillər. Tarix boyu da bunun kimi bir neçə situasiya qeydə alınıb. Odur ki, hazırda Trump üçün əsas amil Yaxın Şərqdə vəziyyətin normallaşması və Tehranla razılığın əldə olunmasıdır. Nəinki Trump'ın, nə Respublikalar Partiyasının siyasəti bunun ibarətdir ki, müxtəlif ölkələrdə müxtəlif uzun müddətli münaqişələrə daxil olmamaq, qısa müddətdə həmin problemi həll etmək və həmin o problemin, yəni münaqişənin həlli yalnız və yalnız ABŞ-ın maraqlarına, milli, regional və qlobal maraqlarına uyğun olmalıdır və cavab verməlidir. Artıq bu məsələ həllini tapa bilərdi bir neçə ay bundan öncə. Digər tərəfdən, Trump artıq münaqişənin baş verə biləcək nəticələrindən narahatdır. Belə ki, İran Hörmüz boğazında uzun müddətli nəzarəti əlində saxlayıb və gəmilərin keçidi üçün yeni qaydalar tətbiq etməyə başlayıb. Dünyanın neft ehtiyatlarının əldə edilməsində yaranan problemlər, həmçinin Vaşinqtonun enerji siyasətində idarə etməni bir qədər itirməsi həm indi, həm də gələcək perspektivdə Ağ Evin maraqları ilə toqquşur. Üstəlik, Yaxın Şərqdə baş verən hadisələr fonunda Avropanın Birləşmiş Ştatlara, Trumpa təzyiqləri artırması da Hörmüz böhranının həllini əsas prioritet məsələyə çevirib. Paralel olaraq ABŞ Hörmüz boğazının açılması və digər istəklərin reallaşması üçün hərbi yoldan istifadə edə bilmir. Doğrudur, Vaşinqton İsrailin və bölgədəki qüvvələrinin bir hissəsi ilə Tehrana müəyyən qədər hücumlar həyata keçirə bilib, lakin bunlar kifayət etmir və Ağ Evin İranda quru əməliyyatları keçirdə biləcək hərbi potensialı mövcud deyil. Vyetnam senarisi də nəzərə alındıqda, ABŞ artıq müharibə ehtimalından çəkinir və məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Və təbii ki, bütün məsələlər bir tərəfə, Trumpın məhz indi kompromisə getməsində Çin faktoru da rol oynayır. Çünki hər nə qədər Pekin enerji ehtiyaclarını hazırda Rusiya ilə ödəsə də, Tehranın neft və qaz ehtiyatları, eləcə də ticarət üçün coğrafi mövqeyi Çin üçün xeyli əhəmiyyətlidir. Hakimiyyətə gələndən bəri Pekinlə də iqtisadi mübarizəyə başlayan Trump, görünür Avropadan istədiyi dəstəyi ala bilmədiyi üçün bir qədər geri çəkilməyə məcbur qalıb. Ehtimal ki, 13-15 may tarixlərində Çinə səfər edən Ağ Ev rəhbəri Xi Jinping ilə aparılan danışıqlar fonunda Yaxın Şərqdə sülhün bərqərar olmasına və məsələnin yalnız danışıqlar yolu ilə həll olunmasına razılaşıb. Ərəb ölkələrinin vasitəçiliyi, Pakistanın vasitəçiliyi, Türkiyənin vasitəçiliyi bu gündəmdədir. Çinin vasitəçiliyi, çünki Çin də öz tərəfindən çalışır ki, bu məsələ həllini tapsın. Düzdür, bir tərəfdən Çin Ərəb ölkələrinin və o cümlədən İranın resurslarından bağlıdır, amma düzdür, yəni Rusiyadan alır, amma
təslim Pekin istəmir ki, tamamilə Rusiyanın belə deyək, təsiri altına düşsün həmin bu resursların alqı-satqı məsələsində. Beləliklə də Hörmüz boğazının bağlanmasının iqtisadi fəsadları, bölgədə quru əməliyyatları apara bilməyən ABŞ-nin 2-ci Vyetnam ssenarisindən çəkinməsi, eləcə də Çinin dəyişməz mövqeyi Trampı məsələnin həlli üçün danışıqlar aparmağa sövq etdi. Bununla belə danışıqlar prosesinin hansı formada yekunlaşacağı hələlik məlum deyil, xüsusilə Rusiyanın səssizliyi fonunda.